İndi baxırıq. Antonimlərdən istifadə edilməyən cümləni müəyyən edin. Antonimlər eyni hissəsinə aiddirsə, cümlə daxilində də mütləq eyni hissəsi olmalıdır. Burada doğru sifətdir, yanlış sifətdir, düzdürmü? Deməli, bunlar antonimdir. Burada ağlamaq feildir, gülmək də feildir. Deməli, antonimdir. C-ni saxlayıram. D variantında çox saydı, az da saydı. Deməli, bu da antonimdir. Y variantında burada reallıqlar var, çətinliklər isə yoxdur. Burada da yox, bir də var. Bir-birinə antonimdir. İndi gəldik C-dəki məna incəliyinə baxın, diqqətli olun C variantında. Yaxşı adam heç vaxt pis danışmaz. Düzdür, qıraq da yaxşı ilə pis bir-birindən antonimdir. Amma cümlə daxilində dəyərləndirsəz, görərsiniz ki, yaxşıdan sonra isim gəldiyi üçün bu olacaq sifət. Amma pisdən sonra feil gəldiyi üçün bu olacaq zərf. Qıraqda bir-birinin yaxşı, pis, antonim olsa da cümlə daxilində biri sifətdir, biri zərfdir. Deməli, sifət və zərf bir-birinə antonim ola bilmədiyi üçün doğru cavabımız olacaq C variantı.